Salam əziz və hörmətli dostlar. Xoş gördük. Umarım ki, keyfiniz sazdır. Mən dünən Azərbaycan məsələsini və bu manovruların məsələsini danışdım. Bir xülasə yenə də bir işarə eləyim bu günləri. Ondan sonra kitabımıza davam verək. Çünki biz kitabı oxumuruq ki, sadəcə kitab oxuyaq. Kitabı oxuyuruq ki, dünyanı yaxşı düşünək. Bir xülasə əgər desəm, İran bir manor orada istir, adım manor qoyub orada. O tərəfdə də Azərbaycan, Türkiyə və Pakistan bir manor aparır. Üç qardaşlar məşhur olubdur. Və indi burada bir iddia adamlar bir dava çıxartmaq istəyirlər. Mən bunu dünənlərə ərz elədim. Baxın, Fətəli Şahdan bu üzə, yəni İran deməyək, Qacar-Rus savaşından bu üzə və o savaş bitəndən sonra, yəni Gülüstan və Türkmənçaydan bu üzə bu bölgə sülh bölgəsi olubdur. Türkiyə mərzlərindən tutdu, yəni İrana, Azərbaycan, Türkiyə, Güney Azərbaycan, Türkiyə, Naxçıvan, Ermənistan hətta Azərbaycan və getdi Xəzər, oradan ta getdi Türkmənistan. Bu məntəqə sülh məntəqəsidir. Və bu məntəqədə Qacarın da ordusu olmayıbdır. Türkiyənin də ordusu olmayıbdır. Azərbaycanın da ordusu olmayıbdır. Və İranın da ordusu olmuş. Keçən 100 ildə tapılan İran. Baxın, İran ordu göndərir birinci dəfə. Yəni, hududən əgər Nasiruddin Şahdan zaten hesab 200 ildən sonra İran ordu göndərir bu sərhədlərə. Yəni, İran bir ehsası xətər edir da və istəyir bir mesaj versin Türkiyə, Azərbaycana, Ermənistana. Türkiyə və Azərbaycana deyir ki, ağa, məni də hesaba salın, məni hesaba salmırsınız, Azərbaycan torpaqlarını alandan bu yüzden məni hesaba salmırsınız, mən də adamam, bu məntəqədə yaşıram, mənim adım var, sanım var, məhəllə lotusu kimi məni də hesaba salın deyim, bu da məhəllə lotusudur. Hesaba salan yoxdur. İranın bir əsli dərdi budur ki, deyir, ağa, məni niyə lot hesablamırsınız? İranın bir əsli dərdi budur ki, məni lot hesablayın. Mənə lot xərci də verin, hətta əgər lazım olsa. Həm məni hesablayın, lotu deyirəm, amma lotuluq istir eləyək. Amma Türkiyənin nəzərində bir dilənçi kimi bir şeydir. Azərbaycanın da nəzərində bir dənə küçə başında bir ahmaq bir adamdır. Ona görə də əhəmiyyət vermir. Yəni, Azərbaycan dövləti, rəis cumhur danışdı, dedi ki, hər kəs öz toprağında hər nə istəsələr, bizə rəbti yoxdur. İran nə inir eləsin, bizə rəbti yoxdur. Amma biz gözümüzü tutacağıq ki, o birdən su istifadə elər. Ermənistan'a İran buradan istir deyək ki, mən sənin yanındayım. Mənim bir belə silahım, qüvvəm vardır, sənin yanındayım, Azərbaycanın qabağına çıxsan çıx. İran özü savaş salıbdı geçən 42 ildə. Əraqla 8 savaşa giribdi. Suriyədə savaşa giribdi. Lobnanda savaşa giribdi. İsraili dərdisərə salmağa çalışıb Filistinlilərin əli ilə. Ərz eləyim xidmətinizə, Yəməndə, Əfqanistanda və bir çox yerlərdə, Somalidə bu tür savaşlara girib İran. İranın geçən 100 ildə və xüsusən geçən 42 ildə müsəlman qırdığından sonra bir şey görünmürdü. Müsəlman qırıbdı. Müsəlmanı qırıb ya qırdırıbdı. Bu işi budur. İndi ora gedir, əsli hədəfi budur ki, iki Azərbaycan, yəni Güney Azərbaycanı Quzey Azərbaycandan və Türkiyədən qırmaq cəhdi var. Ermənistana bir mesaj verəcək, bizə bir mesaj verəcək, Türkiyə ilə Azərbaycanda bir mesaj verəcək, məni lotu sayın. Türkiyə və Azərbaycan da İranın o avara itlər kimi hurmağına əslində əhəmiyyət vermirlər, işlərini görürlər. Mən Türkiyənin və Azərbaycanın bu günləri xəbərlərinə baxırdım. Gördüm ki, əhəmiyyət vermirlər. O şey ki, əhəmiyyət verilir, mən farslardan ciddən təşəkkür edirəm. Yəni bir dəfə təşəkkür borcluyam farslara.
Farsların iştibahları bizim nəfimizə tamam olur. Çox gözəl. Yəni nə qədər bu iştibahlardan eləsələr, bizim indi Azərbaycan məsələsi ciddi bir məsələyə çevrilibdir. Mən dünəndən bu üzə bəlkə 50 dənə məqalə oxumuşam. Ki, adamlar müxtəlif cibhədən, onlar ki, Azərbaycancıdılar, millətçidirlər filan, bəhman, mülayim filan. Bu bir tərəfdən görürük ki, Azərbaycan içində bir yazı məsələsi gəlir. Bu məsələni yazı görürük. Düzdür, təhdid deyir İrana, Azərbaycan Cumhuriyyətinə, Güney Azərbaycana və habelə Türkiyəyə təhdid ola bilməz İran. İran yəni təhdid ola bilməz. İranın iqtisadi gücü yoxdur. İran sadəcə indi niyə bunu aparır ora dostlar? İranın bir dənə güclü rəvani daviyə ehtiyacı var. Çünki İran, bu rəis cumhur gəlibdir, bir sözlər qərar idi, işlər görələr. O işləri görənmirlər. Dolar gedib 20-30 min tümənə yetişir. Amerika doları. 28.500'e yetişibdir. Və bunlar pulları da yoxdur. Deyiblər də ki, nə mənə pulumuz xaricədə, bahillarda var, onları da alın bir cürrüqlə içəridə bir iş görə bilək. Bu vəziyyətdə istir millətə başın qata ki, onlar bilməyələr bahalıq gedir. Onlar bilməyələr dolar gedir. Onlar bir dünya pul xərclədilər bu intixabatda, seçkidə. Onları bu doları bahalatmaqla alacaqlar. Bir dənə burada dava çıxadaq. Türkiyə ilə bir səsli də var, rəvani də var. Psikoloji, psixoloji, rəvanşünasanə bir cəngi rəvani salaq ortaya. Bu cəngi rəvanidə millətin başı qatışsın. Bu tərəfə heç kəs bahalığa, pulsuzluğa, yoxsuzluğa etiraz eləməsin, işsizliğə etiraz eləməsin. Biz o pulları ki xərcləmişik, onları yığaq. Çünki dövlətin indi bayram qabağı da gəlir yavaş-yavaş. Onlara pul verməyə gəlir. Bayramlıq verəcək, rişvət. Onları verəcək. İranın pulu yoxdur. İran savaşa girə bilməz. İranın silahları qocadır, köhnədir, aradan gedibdir, işləklik vəziyyəti aradan gedibdir. İranın 40 ildir fəqət terrorda şey vardı, 8 il Əraqla savaşıbdır, tamam. Amma 8 il 1368-də qutarıbdır, indi 1400-dür. Yəni 32 ildir İranın o zamanki fərmandehlərinin sərbazlar onlar 2 il sərbazlıq elərlər, gedərlər işlərini də alasıcan. Amma İranın ərteşinin, yəni kadrının, fərmandehlərinin, məsələn Möhsün Rizayinin o zaman deyək ki 30 yaşı var idi, 40 yaşı var idi, indi 80 yaşı var. Yəni bunlar qarın salıblar, bunlar yol yeriyənməzlər, bunlar tiryəkçidirlər, bunlar pulsudurlar. Sipah-pasdaran pula daraşıbdır. Yəni bunlar pul qazanmağa, bunlar savaş əhli deyirlər. Bunlara bir yaxçı pul versən, İranı satarlar Azərbaycana. Amma mənim nəzərimə bir böyük iştibah elədilər. Bu böyük iştibah budur ki, Niroların gətirdilər Azərbaycanla, Türkiyə ilə, Pakistan Nirosunun qabağında manor verməyə ki, yəni biz də Ermənistana bir mesaj göndəririk ki, Ermənistan yanında yox. Əlbəttə, hətmən danışıblar, hətmən qoru qərar qoyublar. Əgər, məsələn, İran deyir ki, biz məntəqədə mərzilərin dəyişməyinə icazə vermərik. Yəni bu ki, Azərbaycan gedər Zəngəzuru alar. Zəngəzur Azərbaycanın torpağıdır, tarixi torpağıdır. Tarixdə deyil, 40 il, 50 il bundan qabaq əlindən alıblar. 30 il olar olmaz alıblar. Azərbaycanın haqqıdır bu torpaqlarını alır. Əgər bunu alsa, İran Ermənistana yol olmur. Əlbəttə, almasa da İran Ermənistana yeri yoxdur. Axı, Ermənistan bir bombəst bir yerdir. O zaman ki, Gürcüstan icazə verməyə ki, İranın maşınları, qətarı gedə Qəradənizə ərzişi yoxdur Ermənistan. Axı, Ermənistanın iqtisadi ərzişi yoxdur. Təbriz təhcanına iqtisadi, Təbriz şəhəri, bu indiki Təbriz, qədimki Təbriz demirəm, indiki Təbriz bir tərəfdən gəlir şəhərə ki, Səhənd, Cədidi Səhənd, bir tərəfdən gedir Əhər Caddəsinin oraları, bir tərəfdən Qut dərəsinə, bir tərəfdən gedir Baba bağının, bunların hamısı ki, şəhərəşlər var. Bunların cəmiyyəti hududən Ermənistan cəmiyyətindən çoxdur. Hududən. Hətta əgər cəmiyyəti də çox olmasa, ki, mənim nəzərimə çoxdur. Çünki mənim nəzərimə gəlir ki, İran amarları vermir. Hətta dostlarımızın biri sağ olsun, gözəl işlir. O da budur ki, gəlibdir, dana-dana nəxş edən Azərbaycanın hər ustanın
Sonra ustandan sonra hər şəhrin, ustandə olan şəhrin ətrafındakı kəndlərinin bir sərşumarı deyirlər də İranda, sayın. Adamların sayını çıxadır. Sonra görsədir ki, bu adamlar, məsələn, o sərşumarı ki, İran elibdir, orada sayılıblar ya yox. Calibdir, bu dostumuz çox zəhmət çəkir, bilirəm, aylar vaxt qoyur, mənə də göndərir bu şeyi və mən də bunu qol vermişəm, əgər gün azadsa bir gün bu məsələləri orada mətrəh eləyəm. Əlbəttə bunu mən 2012-də, 13-də də demişəm Cunas TV-də. Amma yenə də bu dostumuz indi taza işli, gözəl istində iş təhqiq edir. Dana-dana kəndləri gətirir ki, bu kəndin əhalisi sayılmayıbdır, bunu sayılmayıbdır, bunu sayılmayıb, bu sayılmayıb. Çünki bunların cəmiyyətin hesabı, məsələn, dostumuz bir dana şəhrin ətrafındakı 100 neçə dana kəndi hesaba gətirmiş. Deyirdi ki, burada məsələn 60 neçə min nəfər adam var ki, sayda yoxdur. Diqqət buyurursunuz, sayda yoxdur. İndi mənim nəzərimə Təbrizin cəmiyyəti inqilabın əvvəlində deyirlər 1 milyon, indi 40 il geçir deyirlər 1 milyon yarım. O halda ki Təbrizin 4-5 qat, Təbrizin 4-5 qatı şəhrəklər tikilib Təbrizin ətrafında. Və bu şəhrəklər hamısı bir-birinə yapışıblar. Yəni şəhrək deyil, bunlar Təbrizdir. İndi bunun hətta nüfusu deyək Ermənistandan az olsa ki, mənim nəzərimlə Ermənistandan qat-qat çoxdur, heç olmasa bir qat çoxdur, bunun iqtisadi gücü Ermənistanın 10 bərabəridir. Ermənistanda yəni bir kasıb bir dövlətdir, alveri yoxdur, tolidi yoxdur, filanı yoxdur, biraz nizamidir, Rusiyanın əlindədir, Rusiya ilə də harası yaxçı dəyir gedibdir. İndi o tərəfdən Rusiya ilə də araları yaxçı dəyir. Bu günləri mən əxbara baxırdım, bizim prezident Rəcəb Tayyib Erdoğan cənabları bu günləri Putin ilə görüşdü. Və o görüşdən sonra calibdir ki, Əmniyyət-i Milli Türkiyə cələsə qoydu. Təbiətən burada İranın mövzei, yəni mən əslən gözümü yummuram burada. Yəni gözüm yumulu da olsa, yuxuda da olsam deyirəm ki, birinci məsələ ki, danışacaqlar İranın bu məntəqədə Rusun gözü altında bir iş görüb görməmək məsələsidir. Çünki İran Rusiyanın icazəsiz burada su içə bilməz. İçə bilməz. Çünki böyük gücdür və Azərbaycan, Ermənistan, o birisilərin hamısı Rusiyanın hala biliti altındadılar. Dünən də buna işarə elədim. Bunun üçün İranın iqtisadi durumu xarabdır, tolidi yoxdur, pulu yoxdur, doları yoxdur, təchizat ala bilmir. Təchizat ki, ən son təchizat ki alıbdı, Talibandan alıbdı, olardı. Amerikanın silahlarından bəzisini alıbdı, işlədə bilməyəcəkdir, təcrübələri yoxdur. Terrordan sonra, terrorda əcib təcrübələri var. Bunlar İslamın dini gələn gündən bu günə qədər terrorda işlərlər. Yəni 4 xəlifə ki vardı, Raşidin deyirlər. 4 xəlifənin 3-ün farslar öldürüblər. Terrorda əlləri var. Və bu günləri dünyada terror məsələsi İransız imkansızdır. Yəni siz terror deyəndə İran gələcək zehniniz. Bizlər ki Amerikada və Kanadada yox, bunu çox hiss edirik. Çünki burada məsələn biz fərz eləyin ki bu Kanadadan Amerikaya, Amerikadan Kanadada keçirik. Polis bizə həmişə şək gəlir. Niyə? Deyir ki, bu İranlı kökəni İrandır. Çünki pasportlarımızda da yazır ki, nationality, yəni original nationality, ya doğum yeri hətta yazır İran. Elə bunu görəndə deyir ki, sən get ora səni bir mən bazcuyu eləyim sonra. Məni 2 həftə bundan qabaq 1 saat, gecə saat 3-dən 4-ə bazculuq elədilər. Sən nəyə gəlmisən, nəyə gedirsən filan bəhman, niyə? Sən İrana ha vaxt getmisən, nəyə getmisən, dədən, nənən, bacı, qardaş filan bəhman. Niyə? Çünki İran müsəlmanların adın ittifaqən İran terrora çıxardıbdır. Yəni Əfqanistan, Əfqanlılar terrorçu deyirlər. İran adamlarıdır ki orada terror edir. İran terrorun qaynağıdır. Amma savaşa gələndə, dövlət savaşına gələndə, ordu savaşına gələndə İranın ordusu köhnədir. Təchizatı köhnədir, silahları köhnədir, stratejiləri köhnədir. Stratejiləri yoxdur əslən qaididən. Təmrinatları, silahları heç birisi doğru vura bilmir. Dünən biri deyirdi ki, İran eləyə bilər 1000 dana muşək ata. Elə bir ki, Azərbaycan məsələn heç zadı yoxdur.
Məsələn orada oturub ki, İran ey vay, məsələn bu İran şeydir, məsələn bir böyük gücdür, bunu biz ki deyirdi 1000 dana muşəki atar İran şey olar. Elə bir ki məsələn Azərbaycanın muşəki yoxdur ya təcrübəsi yoxdur. Azərbaycan cəngidən taza çıxıb, ordusu cavandır. Fərmandehləri hələ 1 il olmayıbdı. Bir aydan sonra olacaqdı. Hələ bir aydan da sonra 40 gündən 43 gündən sonra olacaq 1 il ki təcrübəli bir kumandanları, yəni fərmandehləri var. Təcrübəli bir savaşdan çıxadıblar. Ən çətin savaşdan çıxadıblar. Şuşanı alıblar. Dünyada, tarixdə Şuşanı almaq bu birinci dəfədir. 45 gündə eləyə bilirlər, alarlar. Onda 45 gündə savaşmayıblar ha. 45 gündə alıblar, gəliblər bir gecə səhərəcində Şuşanı alıblar. Yəni Şuşa bu cür dəyişir. Ya 45 gün çəkib almaq. Ağa Məhəmməd xan Qacar oranı almağı bir il çəkibdi, fikir edirəm. Dəqiq bilmirəm, amma fikir edirəm ki, çox çəkdi. Yəni eləyə bilmədi, alsın qeyddi. Ağa Məhəmməd xan Qacar ki, bir stratejist bir adam idi. Çox güclü bir adam idi. Amma eləyə bilmədi oranı alsın. Amma Azərbaycan 45 gündə bir gün çəkdi oranı almağı. Və dünən dedim, ora bir bətdir, bət deyirik türkçə, yəni farsça səxrə deyirlər. Düz bir dağdır, beləsi kəsək bir yerdir, elə bir ki, pəniri belə kəsmişsiniz. Burası düzlükdə aşağıdır, buradan gərək neçə 100 metr çıxa üstə. Üstə bir düzlükdür. Bunun tayı bizim kəndimizin yanında bir yer vardı. Dəqiqən eyni oradır. Bu bir tərəfi dağdır, bizim orada olan yer. 3 tərəfi odursu bət deyirik da, bəndi. Təbii səddidir. Yəni oradan çıxmaq gərək mıx-mıxlayasan, kuhnəvətlər çıxarlar, o cürsə. Azərbaycanlılar da mıx-mıxladılar, oradan çıxdılar, getdilər və oranı belə bir ordudur. Silahları tazadır. O silahları var ki, İranın yoxudur və Türkiyə yanındadır. Türkiyənin o silahları vardı. Ərz eləyim ki, Türkiyə S-400'ü var və bu günləri də şeylə danışıbdır, Putinlə danışıbdır. 2 dana da S-400 alsınlar, yəni olsun 3 dana və deyibdir ki, Amerika da buna dixalət eləyə bilməz. Bu iç işimizdir. Və xəbərlərdən bu gəlir ki, İsrailin o sipəri vardı ki, İran neçə 100 dana muşək atdı Lobnandan ki, bəlkə biri düşər Tel Avivə, bir danası da düşmədi və videolarda görürük ki, onları necə göydə bir tutur vurur. Ondan da Azərbaycan alıbdır. İndi 1000 dana şəhridə 10.000 dana alsın. Azərbaycan şükür Allaha fikrini eləyibdir. Çox ağıllı bir dövlət, ağıllı bir millət, şuca bir millət. Pulu var, ittihadı var dünya ilə. İranın dostu yoxdur dünyada. Çin gəlməz, Rus gəlməz. Çünki baxın, Sazman-ı Miləldə hər vaxt İranın əleyhinə rəy veriblər, Çin də rəy verib, Rus da rəy verib. Bunlar pul istəyirlər. İranın fəqət yaxçı inəkdir, doğrudan inək, yəni maldır, mal. İran mal düşüncəsi də yoxdur, ona görə deyirəm mal. Bu rahat bunu sağmaq olur. Dolar sağırlar İranla. Türkiyə bu günləri danışıbdır, bir santrifuj, bir dana santrifuj düzəldir, mərkəz, yəni santrifuj yox, bir dana atom mərkəzi düzəldir. Bu günlərdə Rusiya ilə danışıbdır. 2 dana da düzəlsinlər. Rusiya da deyib ki, biz 2 dananı düzəltmək hazırıq. Əlbəttə Türkiyə 3 dana istəyibdir. Putin deyib ki, biz ikisinə köməklik elərik ki, düzəldərsiniz. Amma mən eşitdiyim Rusiya buradan 30 milyard dolar İrandan pul alıb da hələ bir dana atom mərkəzi hazırlamayıbdır İran üçün. Türkiyədən 1 milyarda düzəldir. Türkiyə ilə. Eyni halda teknolojisini verir Türkiyə. Yəni teknoloji satır. Yəni onun sonunda Türkiyəlilər bu teknolojini başaracaqlar. Düzəldəcəklər. Yəni özləri eləyə biləcəklər ki, atomi mərkəzlər düzəltsinlər. İranda ya hər yerdə ki, istəsələr. Bunu baxaraq, bir də bu var. Dünənləri bunu dedim, yenə də deyim. Azərbaycan İranın bir parçası değilmiş tarixən. Parsistan ya Farsistan Azərbaycanın bir parçasıydı. Biz tarixi onlar iştibah deyirlər, biz onlar. Baxın, ən son imperatorluq bu məntəqədə Qacardır. Qacardan qabaqçılar Nadir Şahdır. Nadir Şahdan sonra gedir, zəndilər, orada zəndiyyəki vardı. Onlar imperatorluq deyil. O özünə deyibdi, mən vəkil-i rüaya deyib özünə də.
o Səfəvi axtarırdı, bir türk axtarırdı ki, versin türkün əlinə. Və Səfəvilər. Və Səfəvilərdən sonradakı Səlcuqlar falanlar, onları əslən hələ danışmıram. Çünki Səlcuqlar böyük bir imperatorluqdur. Bu məntəqə hamısı onlarındır. Alıblar. Onların deyil, alıblar. Savaşıblar, vurublar, öldürüblər, yaxçı eləyiblər, alıblar. O tarixdə o iş düz iş idi. Elə indi də düz işdir. Hər kəsin gücü var, dünyanı alır. İran bu günlər gedib bura göstərir. Deyir, mənim gücüm var. İndi biri onun ağzını sındırsa, Azərbaycan indi onun vuracaq ağzını sındırsın. Türkiyə, Azərbaycan və Azərbaycanın müttəhidləri var dünyada. İsrail Azərbaycanın müttəhididir. Bu günləri bir xəbər eşitdim. Türkiyə aldığı nəftdən çox Azərbaycandan nəft alır. Diqqət buyurun. Bir dənə İranın böyük bir iştibahı ki olur, iqtisadi. Qış gəlir, bir 40 günəcən, 50 günəcən Avropada və Amerikada, Kanadada qar gələcək dizəcən. Və indidən Avropada nəft və qaz yoxdur. Yəni yanacaq yoxdur. Maşınlar işləmir. Ranəndə yoxdur ki, daşıya. Ranəndə yoxdur da. İngilistanda bu vəziyyət vardı. Fransada bu və Avropa kollən bu cürdür. İndi bunlar nə edəcəklər? Nəft almalıdırlar. Qaz almalıdırlar. İran bu bazardan istifadə eləyə bilməyəcək. Çünki İran tamam enerjisini qoyub indi feylən bu manovrun üstünə. O halda ki, Azərbaycan və Türkiyə İranı saymamaqla orada işlərini görürlər. Və dedim, ən böyük müştərisi Azərbaycanın Türkiyə deyil, İsraildir. Və İsrailin mərzindən, sərhəddindən ya Gürcüstandan və həmçinin ha belə Türkiyədən Azərbaycanın nəfti gedəcək Avropaya. İran sıfır. İran həsv olur. Çin, Amerika dünəndən xəbər gəlir ki, Amerika Çinə danışır ki, İrandan petroleum, yəni hər cürə nəft müştəqqatı, qaz falan almasın. Və bunu eləyəcəklər. Yəni İran biraz nəzərə gəlir. Azərbaycan dedim, çox ağıllı gedir. Əsəbanı olmur, stresli olmur, əksül əməl görsətmir. Bu Azərbaycanın relax olmağın və özünə mütməyin olmağın göstərir. İran kimi gələnə bir daş atıb mərcbər falan deməyibdi. Bunun üçün hamı ilə siyasi eləyə bilir, təvafuq eləyə. Amma İran heç yerinə siyasi təvafuq eləyə bilmir. Çünki təhdid deyil ki, bilirlər İran farslar Moğul zamanından bu günə qədər. Əslən tarixdə, hətta Həzrəti Məhəmməd, indi bilmirik düzdür ya yalandır, amma deyirlər Həzrəti Məhəmməd bir namə göndəribdi. Tutublar bu namə gətirəni öldürüblər, kağızı da cırıblar, atıblar yerə və oradan bir savaş başlanıbdı. Deyirlər ki, Quran deyibdi ki, dağılacaqdı və dağılıbdı məsələn Sasanilər. İran əvvəldən siyasətlə arası yoxdur. İndi İran şəhlilər, panfarslar, mən bu günləri bu Clubhouse-dır nədir, ona da bir iki otaqlara baş vurdum. Gördüm ki, yorucu bir bəhslər, pan-farslar bir şeylər deyirlər, pan-İran şəhlilər bir şey, pan-İran şəhlilər bir şey deyirlər və hərə özünə görə bir çerti-perti danışır. Əsən bunlara qulaq asmaq məncə doğru deyil. Yəni gedib o otaqda qulaq asasan ki, məsələn filan kəs nə deyir? Ağa Azərbaycan cüzvi az İran budur. Əslən Azərbaycan ha vaxt İran Azərbaycana sahib çıxıbdı. Ən son Səfəvilər bu torpağı alıblar. Səlcuqların varisi Osmanlıdır. Osmanlı bu bölgəni, hər yeri ki Səlcuqlular almışdılar, Teymurlular almışdılar, o başdan bu başa, Osmanlılar onları alıblar. Bunların içində kiçik məhəlli bir şeylər vardı. O cümlədən kiçik Səfəvi vardı. Səfəvi özü imperatorluqdur, amma böyük imperatorluğun içində bir kiçik gücdür. Görürük ki, Səfəvi bu torpaqlar, Səfəvilər Azərbaycanlıdırlar, türkdülər. Tamam bu torpaqları alanlar şimdi Türklərdirlər. Onda İran buranı alan Fatih adın qoyar yerə. Məğlub adın qoymaz məğlub olduğu yerə. Məğlubun əslində haqqı yoxdur ad qoya. Onun üçün Farsistanın adı bu günləri bir mən deyirəm Farsistan. Bunu mən Günas TV-dən çalışmışam, bunu yayamışam Farsistan. Yoxsa əslən Fars adında bir yer yoxdur. Bir dənə şəhər var, adı Farsdır. Ondan sonra yoxdur. Farsistan adında bir şey yoxdur.
Yəni çünki bir məğlub millətin coğrafiya haqqı yoxdur. Necə ki bizim indi məğlub olduğumuz üçün Güney Azərbaycanda farslara şey haqqımız yoxdur. Adlarımızı dəyişdiriblər. Məsələn onlar bir xəlici Farsa, xəlici ərəb deyəndə cırılırlar, özlərin cırılırlar. Amma bizim burada minlər adımız şey olubdur üçün məğlubuq dinənmir o. Məğlub ruhiyyəsi. Bu məğlubluq ruhiyyəsidir. İndi Azərbaycan bizə bir qaliblik ruhiyyəsi veribdir. Bir ildə 10 ay bundan qabaq Azərbaycanın hər gün savaşı və hər şəhidinin olmağı ilə 2907 şəhid, 11.000 yaralı verməklə, torpaqların almaqla Güney Azərbaycan o məğlubiyyət ruhundan çıxıb eşiyə. Çox bu nə mənə house dedim adın hamısı şeydilər. Hamısı bu məsələni danışırlar. Azərbaycan heç vaxt İranın biliti altında və kölgəsi altında olmayıbdır. Azərbaycandır ki, Farsistanı alıbdır və Farsistan adında məntəqə yoxdur. Baxın, Kürdistan, Bəluçistan, Ərəbistan ya Əl-Əhvaz, Türkmənistan ya Türkmən Səhra, Azərbaycan, Farsistan hardadır? Hətta Loristan, Təbəristan ya Cilan Mazəndaran. Siz bir dənə deyin ki, ora adı Farsistandır. Yoxdur. Çünki məğlub millətdir. Çünki Azərbaycanındır. Sən iddia eləyə bilməsən, Ermənistan mənimdir. Əlbəttə, Ermənistanı demirlər. Axı, biz Türklər Gürcistanı almışıq, Ermənistanı da almışıq. Ərz edeyim xidmətinizə, şimaldan da bəzi yerləri almışıq. Bu tərəfdən Əfqanistandan da bir yerləri almışıq. Əraq məmləkətlərində, Ərəb məmləkətlərində bəzi yerlərini almışıq. Əlbəttə dedim, hamısı biz bir kasıyıq ki, bir istəxrin ya bir hovuzun içindədir. O hovuzun adı Osmanlıdır. Kasanın adı Səfəvidir. İmperatorluğun içində o yüzden ki, sonra Osmanlı deyib ki, mən niyə əslən vəzim qoyuram bunların üstünə? Saldıranda vurdu bunu, sındırdı. Bu da getdi oturdu yerinə. Osmanlı, Səfəvi. Osmanlı dedəsən, burada otursun mənim topraklarımın içində. Otursun öz-özünə. Orada şey olsun. Ondan sonra savaşmadı. Yəni, çaldıranda Türklər Səfəviləri sındırandan sonra iki Türk'üdü də bir-birindən savaşırdı. Əlbəttə, çoxları iddiayı imperatorluq eləyərək Osmanlı ilə savaşdı. Bunların içində biri qalib oldu. O Osmanlıdır. Səfəvilər də qaldılar, sonra da ən sonda da bilirsiniz ki, iki cibhədən Osmanlı həmlə elədi. Bir bu tərəfdən Azərbaycan tərəfindən, bir də Əfqanistan tərəfindən həmlə elədi və gəldi. Məhmud Əfqan türkdür. Bunu bilək. Məhmud Əfqan türkdür və sünnüdür və Səfəvi yıxılandan sonra Osmanlı onu təyid edir ki, buranın hökmdarı oldu. Budur deyil. İndi hər halda İranın bir dənə fəqət təşəkkür eləməli yox bu böyük stratejik iştibahlarından. Bu böyük stratejik iştibah Azərbaycanda hər iki tərəfdə və hətta Türkiyədə bir dənə ruhiyyə yaradıbdır. İran bir şeyə düşübdür, vəlvəliyə düşübdür. İran fikr edir ki, sonki yıxım onunkudur. Ermənistan müqəddəmədir. Manovrudur. Ermənistan Türklərin manor yeridir ki, Ermənistanda əlləri qızışa. Türkisi savaşın bir əvvəlində bir özün qızışdırmaq vardı. Əvvəldə bilirsiniz, biri iki istəyə vərziş eləyə, onu qoymaz, əvvəldə qoymaz elə girə vərzişə. Deyirlər ki, əvvəl biraz özüvi, bir bədənivi yumuşalt, hazırlaş. Deyirlər ki, İranlıların zehnində, indi budur, Azərbaycan və Türkiyə və Pakistan
Ermənistanda təcrübələrini ələ qazandılar, əllərin, bədənlərin qızışdırdılar, Nirular savaşı örgəşdilər. İndi bir ildə fürsət tapıblar, harda iştibah eləyiblər, onları təsdiq eləməyə çalışıblar. Amuzişlər, təlimlər, məşqlər günü-gündən çətin və keçici gedibdi. Azərbaycan silahlarını alıb yenilədibdi, sistemlərini alıb yenilədibdi. Sipəri, İsrailin o sipəri nəmənəsini alıbdı, qoyubdu. İndi İran deyir ki, gələ bu türklər məni fəqət vuracaqlar. Sonki mərhələdə məni vuracaqlar. Çünki mən bu məntəqənin bilirlər ki, şərr adamı mənəm. Bu şərr adamın gərək qışların vurasan, ged oturaya evində. Və burada da 40 milyon türk var. Güney Azərbaycan demirəm ha, fəqət İranda olan 40 milyon türk var. Və bu 40 milyon, 85 milyon, 80 milyon İranlının, İranda yaşayan insanların 40 milyonu türkdür. Və bunlar həm farslar, baxın, farsların da zehnində iki cür millət var. Türklər, pan-türklər, Azərilər. Ayrıblar. Onların da zehnində bir türk var, pan-türk var, bir də Azəri var. Onların da zehnində ayrıbdır. Bizim də zehnimizdə ayrıbdır. Bir İranlı var, bir türk var. Bizim müttəhidlərimiz bəllidir. Türkiyə, Azərbaycan, Ərəb məmləkətlər, Ərəb məmləkətlərin bir çoxu bizim müttəhidimizdir. Bil qüvvə, bil feili də olacaqdır. Ərəb, Əl-Əhvaz, Bəluçistan, Kürdlərin bir parçası. Mən fikirəm əmələ gələndən sonra hamısı bizim müttəhidimiz olacaq. Çünki heç birisi Farsın yanında durmaz və Azərbaycanın qabağında durmazlar. Tarixən də bu işi görməyiblər, indi də görməzlər. Sadəcə bu şeyləri ciddi tutmayın. Bir yol ərz eləyim xidmətinizə, bunlar bizim tərəfimizdədirlər. Farsın tərəfində kim var? Heç kəs yoxdur. Heç kəs yoxdur. Təhcə mane ki var, şiəlikdir. Bilirsiniz, şiəlik bizim ən böyük müşkülümüz şiəlikdir. Şiəlik din deyil, bir məzhəbdir. Farsları yaradıblar. Fars milli mənafiyin təmin eləmək üçün stratejik və uzun zamanda. Mütəəssifanə Azərbaycanlılar o taylı bu taylı bu hiləni yiyiblər. Buna görə ki, eləyə bilərlər, Osmanlının qabağında duralar, gəliblər Farsların dininə giriblər. O gündən biz farslaşmışıq. O gündən farslaşmışıq. Onun üçün görürük ki, Osmanlılar Səfəvi şahlarına namə yazanda farsça yazırlar, sən farssan deyə. Və Səfəvilər onlara namə yazanda, məktub yazanda türkcə yazırlar ki, mən türkəm deyə, sən türksən deyə. Və siz bunu görürsünüz. Ən böyük müşkülümüz bizim şiəçilikdir. Əlbəttə, şiəsinin davası düşməyəcək qətən. Çünki ola bilməz. Sadəcə bir manedir türk dünyasında və farsların yanında saxlamağa bizi məcbur edir. Çünki mən qabaqcanda demişəm, hər bir dinin və məzhəbin bir qıblası var, bir məbədi var, tapınağı var. Şiənin məbədi Məkkəsi, yəni Qumdur. Fars mullaçılığıdır, Fars şiəçiliğidir. Onun üçün də biz onların torpaqlarından möhür düzəldirik, öz torpağımızdan yox. Onun üçün də biz səlata ki, İslamda bir ibadətdir, onun adı səlatdır, namaz deyirik. Çünki onun için gərək boşaldaq. Onun için onlar 5 dəfə İslamçılar 5 gündə 5 vədə namaz qılarlar. Şiələr 3 vədə. Onlar deyərlər və şiələrin də müştəhidləri bunu deyər ki, hər kəs əmdən ya səhvən namaza, yəni səlata, namaza yox. Namaza hər neynəsiz olar. Çünki o İslamda deyil. Səlata bir hərf izafə eləyə, ya kəm eləyə, azalda, namaz batildir. Bunu hətta şiələrin alimləri də deyir. Cəlibdir ki,
Şiənin namazının %50'si artıqdır. Əşhədü ənnə Əliyyən Vəliyullahdan tutun gedin ta nə mənə desəz da indi rüküyə gedir öz-özünə bir şeylər deyir, rüküdən durur bir şeylər deyir, səcdiyə gedir bir şeylər durur, oradan səcdədən durur bir şeylər durur, qiyam edir bir şeylər durur, qunut tutur bir şeylər deyir, səcdə qoyur bir şeylər deyir, salam qoyur bir şeylər deyir, salamdan sonra bir şeylər, namazdan qabaq azanda bir şeylər. Bu namaz batildir. Mən dədənənəmə də illər bundan qabaq demişəm. İllər. Mən o zamanki İranda idim. Demişəm namazlar batildir. Çünki şiə namazı, əslən adı namazdır bu. Bu salat deyil. İslami deyil. Biz sadəcə gərək bunları bilək və fars şeyindən uzaqlığa duraq. Onun üçün bu iki farslar gəliblər, bu şeyi salıblar. Bu günləri bizim hər yerdə bu məsələ, hətta farsların da arasında ciddi bəhs olur. Bizim də aramızda bəhs olur. Bu çox mühümdür və biz bu suala cavab verməliyik. Farsla Türk arasında savaş dursa və bu farslar bunu şiə-sünni savaşına çevirməyə çalışsalar ki, Azərbaycanlılar, Şimali Azərbaycanlılar şiədirlər, biz düşmənimiz hangi tərəfdir? Təbii ki, mənim düşmənim Farsdır. Azərbaycan və Türkiyə və Pakistan mənim qardaşım, yoldaşım və mən bu cibhədiyim. Mənim müqabil cibhəm, düşmən cibhəm farslardır. Mən düz də arzu eləmirəm savaş düşsün, amma düşürsə bizim nəfimizədir. Güney Azərbaycanın nəfinədir. O işi ki 10 il, 20 il çəkəcək, o bir il ki keçən il savaşdıq ha, onun təsiri bizdə, Güney Azərbaycanda bizim keçən 20 ildən çox oldu, 30 ildən çox oldu. Və indi əgər baxın bu 10 gün, 4-5 gün çəkəcək bu manovr o yüzlü bu yüzlü. O şey ki bizə qazanacaqdı, Fars tarixindən çox olacaq. Çünki bizim varlığımız və bir təhdid ola biləcəyimiz İrana, Türklərlə İran savaşmağa girsə, bunu Farslar anlayacaqlar bu 10 gündə. Və bu ən böyük zəfər olacaq bizə. Bunun dalısından diqqət buyurun, mən bunu sizə %50 söz verirəm. %50, %100 deyə bilmirəm. Çünki Farsların bayaqlar dedim öküz olmaqlarına, öküz də yox, inək olmaqlarına inanıram. Əksəriyyətinin, %90'ının öküz olmağına inanıram. Əgər öküz olmasalar, bu manovrulardan sonra bizim dilimizi gərək rəsmi eləyirlər. Çünki onlar bizim göylümüzü almağa məcburdular. Onlar bizə hissi vətəndaşlıq verməlidirlər. Biz indi heç birimiz özümüzü İrana vətəndaş bilmirik. Onlar bu 10 gündən sonra görəcəklər ki, Azərbaycan ruhiyyəsi, savaş psikolojisi, savaş rəvanı, ruhu, savaş ruhu Azərbaycanda İranın ziddinədir. Bir iş görməlidirlər ki, bizi razı salalar, bizə bir avans verməlidirlər. Bu avansın ən kiçiyi bizim dilimizin orada rəsmi amuzişi olmasıdır. Rəsmi amuzişi. Bunlar Fars dilinin yanında qoya bilərlər, amma 1 il, 2 il ondan sonra gərək Fars dili buradan köçə, bizim dilimiz təhdicə dil olacaq, bu məntəqədə oxunur. Əgər bunu verməsələr, əvvələn versələr bir zərərlərinə, bu cür zərər olacaq ki, bizim millətimiz millətləşəcək. Hissi nasionalisti və vətənpərəstlik və millətpərəstlik Azərbaycanda yüksələcək. Çünki bizim hər bir zəfərimiz, necə traktor bir qol vuranda bizdə ruhiyyə gedirdi yuxarıya, necə Azərbaycan Ermənistanda hər addım gedirdi qabağa, Ermənistanı dalı oturdurdu, öldürürdü, vururdu, o topu, o təyyara bombu salırdı. Molla Qovan da qoyublar adlarını dostlarımız, çox gözəl. Molla Qovan yox, Fars Qovan. Fars Qovan o təyyaralar, xələbansız, sürücüsüz təyyaralar, kapitansız təyyaralar bombu salırdılar o ermənilərin başına. Necə bizim ruhiyyəmiz şey olurdu? Türk dili hangi kitap çap olursa, hangi mədrəsədə danışılırsa, bu bizim nəfimizə tamam olacaqdır, bizim millətçiliyimiz gücləşəcəkdir. Eyni halda dostlar,
Gəlir ki, bəzi mədrəsələrdə müdirlər bəzi uşaqlara ultimatum veriblər. Dostlar, bizim gərək bir iddə fədaimiz ola. Bizim gərək bir iddə fədaimiz ola. Bu müdirləri, bu müəllimləri tapalar və onları mücazat edirlər. Bizim gərək komiteye mücazatımız ola. Komite deməyək. Bir dənə ədliyyə sistemi öz aramızda ola. Bu ədliyyə sistemində Azərbaycanın düşmənləri, dilinin, hüququnun, insaniyyətinin, iqtisadının düşmənləri bir-bir orada mühakimə olunla, hökmü sadir olunla və qərar verilir. Yəni, terörist kimi yox. Biz bir dövlət kimi, terörist quruq ehsasatı olar, durar, gedər, birini vurar. Biz o cür yox, biz dövlət kimi davranmalıyıq. Yəni, bizim bir sistemi ədliyyə kimi düzətməliyik öz aramızda. Bu ədliyyə bir nəfər, məsələn, o müdürü, o müəllimi, o idarədə işləyən karməndi, o nə bilim, bahda ya üstandarədə, fərmandarədə, maliyyət idarəsində, amzuş pərvərişdə, hər yerdə, şəhərdarədə, hər yerdə bir Azərbaycan zidli bir ağzından bir bara qoyur, ya əlindən, işindən bir bara qoyur. Onu vəkil müdafi qiyabi tutaraq, onun özdə olmayacaq qaydətən, çünki bizi rəsmiyyətə tanımır. Amma biz onu mühakimə eləyib, hökmü verib və icra eləməsinə dəstur verməliyik. Və o adam, o müəllim, o müdür, o müdirkol, o karmənd, o hər kəs mücazat olmalıdır. Və İranın hər yerində olursa olsun mücazat olmalıdır. Yəni, bu cür deyil ki, yaxı Təbrizdə olanı biz mücazat edirik. Tehranda, Şirazda, İsfahanda, Kaşanda, Yəzdidə, Simnanda olan o şeyləri mücazat eləməyik. O nümayəndə məclisi biz mücazat eləməliyik. Yəni, biz gərək bu sistemə tərəf gedək, dövlət sisteminə tərəf gedək. Hər halda dostlar, yenə uzatdım, fikir edirəm. Bilmirəm neçə dəqiqə oldu. İcazə buyurun, bunu bağlayayım elə burada. Sonra qeydim və mən kitabımı oxuyayım. Dostların da əgər soru, əlbəttə baxım görüm, soru olsa burada mən ona bir cavab da verim. Əgər soru olsa, aleyküm salam Təbrizə və Təbrizlilərə. Əlbəttə bilirəm ki, Təbrizlilər deyəndə mənim bilirsiniz nəzərimi. Təbriz mütəəssifanə tarixdə yaxşı bir şey deyil bizim üçün. Amma Təbrizlilər hər halda indi Azərbaycanın hər yerindən gəliblər Təbrizdə yaşayırlar. Onun üçün indi Təbrizdə əsl Təbrizli ki, Azərbaycanın ziddi daimən çalışıblar, onlar yoxdular. Sağ olun, mən bir qıssa aradan sonra, çox qıssa aradan sonra gəlirəm və kitab oxuram. Sağ olun.